Lusifer başda işığı gətirən mələk idi və cənnətdə ən yüksək mövqedə dururdu. Lakin təkəbbürü və Allahın əmrinə itaətsizliyi səbəbindən göydən düşdü. Xristianlıqda Lusifer üsyanın və insanı yoldan çıxaran günahın simvoludur. Onun hekayəsi gözəl başlanğıcın təkəbbür nəticəsində necə məhv ola biləcəyini göstərir. Satan qarşı duran mənasını daşıyır və universal düşmən kimi tanınır. İnsanları günaha yönəldən, pis vəsvəsələr verən varlıqdır. İslamda iblis ilə eyni funksiyanı daşıyır. Xristianlıqda isə hər zaman insanın imanını sınayan antagonist rolundadır. Beelzebub böcəklərin hökmdarı kimi tanınır və demonologiyada şeytanların başçısı hesab olunur. Tarixi mənbələrdə həmçinin çirkinlik və qidalarla əlaqələndirilmişdir. O yalan, fırıldaq və planlı manipulyasiyaların simvolu kimi də görülür. Əslində Evil Lord rolundadır. Belial qanunsuzluq və anarxiyanın simvoludur. Yahudi və Xristian demonologiyasında pis və dəyərsiz varlıq kimi təsvir edilir. Adı dəyərsiz mənasını verir. Belial hər şeyi pozmaq qaydaları və nizamı dağıtmaq istəyən kaos yaradan tipik demon kimi qəbul edilir. Leviatan nəhəng bir dəniz əjdahasıdır və xaos, qorxu və məhv simvoludur. Bəzi dini mənbələrdə o dəniz fəlakətlərinə səbəb olan qüvvə kimi təsvir edilir. Leviatan həmçinin insan təbiətindəki qorxu və qarşıdurmaların metaforası kimi də görünür. Asmodeus şəhvət, fitnə və arzularla məşğuldur. Talmud və demonologiyada xüsusən evlilik və ailə məsələlərində qarşılıq yaradır. İnsan arzularını manipulyasiya etməyi bacaran bir varlıqdır və eyni zamanda yalan və fəsadın simvoludur.